Klaster ölçüsü 8 kilobayt olan diskə bir qrafik və bir mətn faylı yazılıb. İlk qrafik fayla baxaq. Qrafik faylda piksellərin sayı 2/19-dur və 256 rəngli palitradır. Yəni, rəng dərinliyi 8 bitdir. 2/3 bitdir. Onda həmin qrafik faylın həcmi 2/22 bitdir. Bunu da kilobayta keçirsən, bu olacaq 5, 200-dür 10, 3-ə böləcəm, qalacaq 209, yəni 512 kilobayt. Bunun öz həcmi də və diskdəki həcmi də elə 512 olacaq. Bu öz həcmidir və bunun yuxarıda yazıram. Diskdəki həcmi də elə 512 kilobayt olacaq. Çünki buna ayrılan klasterin sayı olacaq 64 dənə klaster ayrılacaq. Elə 512 kilobayt diskdə olan həcmi olacaq. İndi mətn faylına keçirəm. 5000 dənə simvol var və ASCII-dədirsə 1 bayta vuracam. Onda mətn faylının həcmi 5000 baytdır. Bunu 1024-ə bölsəm, 4 tam nə qədərsə kilobayt eləyir. Yəni, nəticə olaraq buna elə bir dənə klaster lazım olacaq. Yəni, bu faylın diskdə həcmi olacaq 8 kilobayt. Onda bunların bir yerdə diskdə həcmi 520 kilobayt olur. Əgər cavabı baytla istəyirsə, bunların bir yerdə diskdə həcmi 520 vur 1024 bayt olur diskdə həcmi. Bizə deyir ki, bu faylların diskdə tutduğu yer, onların informasiya həcmləri cəmindən neçə bayt çoxdur. Bunun informasiya həcmi elə 5000 bayt idi. Yuxarıdakı da qrafik faylda 512 vur 1024 baytdır. Bizə deyir ki, bu onların diskdə tutduğu yer, onların həcmindən nə qədər çoxdur, onda çıxıram. Çıxıram 512 vur 1024-ü və çıxıram 5000 baytı. Çıxıram elə bu yanından yazacağım. Bundan da çıxıram 5000 baytı. Bunlar hamısı baytlandır. İndi əvvəlcə buradan ayırım. Bu ikisini çıxmaq üçün 1024-ü mörtəzə qarşısına çıxarsam 520 çıx 520 çıx 512 qalır. Yəni 8 qalır. Çıx 5000. 1024-ü 8-ə vursam, bu bizə verir. Birbaşa cavabı yazacağım. 8192 və bundan da 5000-i çıxıramsa, deməli 3192 bayt daha çox olur. Doğru cavab olacaq 3192.